Normal iş, normal aranjman, normal sözlər, normal musiqi. Bəstəkar mahnıları məsələn. Heç özüm də oxumuram, yeri gəldi. Amma mənim Sən mahnılar... axıncı bəstəkar mahnısı üçün oxumusan. Hə? Pərviz nəsə deyir mənə. Görüm nə deyir, gülür özdə orada. Bir dəqiqə, məni göstərməyin də, qonaqları göstərin. Pərviz danışsın, Rəvan sonra danışsın. Yox, Rəvan, axıncı bəstəkar mahnısı üçün oxumusan. Mən? Bəli. Mən axırıncı dəfə efirdə oxumamışam yox. Niyə oxumamısan ki? Yox, istəsəm oxuyaram. Bu dəqiqə nə istəyirsiniz oxuyun? Canlı yox. Üzeyir Hacıbəyevdən oxuyum sanki. Sevgili Canan, sənsiz. Onu hamısı oxuyur, anlamadım. Hamısı oxuya bilmir. Qardaş, başıma dönüm sənə. Haçan gedmişsən studiyaya, bir nə bilim, Tofiq Kuliyevdən, ya da nə bilim, bayaqlar dediğim misal üçün, Faiq Sücətdinovdan, ya da kimlərdənsə bir mahnını yenidən aranjman edib, yenidən təqdim eləməmişsin. Niyə? Yalnız Vüsalın yazdığı sevgilərə aid, nə bilim, hansı ki o... Nadir Əzimovdan da oxumuşam. Neçə il bundan qabaq? 5-6-7 il var. Onda niyə onlara məsləhət görürsün? Onlar görür ki, Rəvan oxudu, amma nə ilə tutdu? Otağın pintidir, nə bilim nədir, bu da primitiv sözlərdir. Mənim mahnılarımı onlara bir eləməyəsən, aranjmanlara bax, sözlərə bax. Ben onu deyirəm də. Öyle deyil, yox. Sən otağı hələ yığışdırmadın da. Hələ yığışdırmadın. De görüm. Düz demirəm Türkan. Sən mənim mahnılarımı onlara bir eləmək olmasın. Pis ifaçı yoxdur, pis aranjman var. Onu və təqdim eləmək. Bəs mən də onu deyirəm də. Aranjmanlar bərbad vəziyyətdir. Röya xanım o gün bir söz işlətdi, gördünüz. Deyir ki, elə mahnı var ki, onu deyir oxuyan müğənnilər var ki, hansı ki indi tənqid olunur da ki, bu nə mahnıdır məsələn oxumuza. Deyir mən onu oxuyum gözəl aranjmanda. Gör biri tənqid eləyəcək. Əsl aranjman. 85% oxuya bilmir canlı. Xəbərim var ondan. Mən toylarda görürəm də. Bunların 80% canlı oxuya bilmir. Mikrofondan qorxur, analiz bilmir. Deyirsən, harada oxuyur? Bir dənə qız oxuyan gəlib. Deyirəm ki, xanım, musiqiçiləri bildirin də, not bildirirlər də, doğru ifa. Deyirəm, harada oxuyacaq? Deyirəm, mən necə yan harada oxuyacaq? Mən başdan oxuyacaq. Belə söz olaraq başdan oxuyacaq. Ya doğusu var, reysi var. Pərviz gəlir, deyir, faşur. Məsələn, Sinsaçan faşurun verir, bilir nəyi harada oxuyacaqsın. Gördün? Deyir, məşhurların çoxu bilmir. Bilir, düz deyir də, səhv deyir. Mən də səhv deyir. Məşhur, məhşur, sonra nə var? Toy yəsi, o gün toy oxuyuruq, bir ifa açıb oxuyur, diskdən oxuyur. Gəl mənə belə elə, 17 snot deyir, amma ki özün gətirmişsən, mən gətirməmişim onu. Ged onun özünə deyəndə, mənə üç deyirsən. Mən gedim deyim ona pis olum. Niyə? Özün gətirmişsən də. Mənə şikayət edir ki, niyə diskdən oxuyur, musikantlar çalsın da. Dedim, mənim musikantlarım çalacağı görə oxuya biləcək o.